Günel xanım, Hə Ayşə, de görüm mənə səhər saat 8-də bura nəyi gəzdirmisən? sizin həm metodist, həm də müəllimə işlədiyinizi bilirik. Bəs yoga təlimçisi olmağa necə qərar verdiniz və bütün bu işləri necə çatdırırsınız? Bu sualı mənə verənlər çox olub Ayşə. Deyəsən hamıya bir dəfəlik cavab ötürmək istəyirsən burada. Təbii ki, oturduğum yerdə birdən beynimə əsib mən yoga təlimçisi olacağam deyə bir şey yoxdur. Hər gün öncə rəqslə başlamışdım. Daha sonra bunu yavaş-yavaş aerobika ilə əvəzlədim. Fitness, yürüyüş, rəqs və aerobika miks şəkildə təlimlərə qatılırdım. Daha sonra pandemiya vaxtında öz aktivliyimə davam edirdim. Kardiomu edirdim, yürüyüşümü edirdim, stretchinglər edirdim və müxtəlif yoga hərəkətlərini edirdim. Ətrafımda olan xanımlar mənə qoşulurdu və biz bunu birlikdə edirdik. Ətrafımdakı xanımlar, yaxınlarım tətiklədi ki, sən bunu ictimailəşdirməlisən, sosial şəbəkəyə çıxmalısan və bunu daha çox insana yaymalısan. Açığı bunu mən öz daxilimdə həmin o birikmiş enerjini hiss edirdim və bunu xanımlara ötürmək ehtiyacı hiss edirdim. Yoga təlimçiliyə gəlmək bir ehtiyacdan yaranıbdır, daxili ehtiyacımdır. Necə çatdırıram? Əvvəla yogaya iş kimi baxmıram. Bəli, mən müəllim kimi fəaliyyət göstərirəm, dosent metodist kimi fəaliyyət göstərirəm birinci yarısında və günün ikinci yarısında olur. Axşamlar isə yoga iş deyil. Yoga daxili enerjini bərpa etmək, dincəlmək, istirahət etmək, özünlə qalmaq, özünə vaxt ayırmaq və ətrafdakı xanımlara faydalı olmaq kimi baxıram buna. Ona görə mən bundan əsla yorulmuram. Bəzən qrupumda 2 nəfər, bəzən qrupumda 12 nəfər, heç bir fərqi yoxdur. Bu yolda məni dəstəkləyən və izləyən hər kəsə təşəkkürümü bildirirəm.